Hər kəsə salam. Gəlin bu sualın izahına baxaq. Bu sualı birbaşa əgər həll edə bilmiriksə, bunun asan bir yolu var. Gəlin burada hər bir tərəfi kvadrata yüksəldək. Birincinin kvadratı çıxaq hasillərinin kimisi. Yəni A-nı A vuraq, 1-ə vuranda 1 eləyir, onu da 2-yə vuranda 2. Üzərinə gəlsin 1 bölək A kvadratını bizə 4 verib. Bu zaman nə alırıq? A kvadrat üstə gələk 1 bölək A kvadratı bərabərdir 6-ya. İndi bundan sonra yenə hər iki tərəfi kvadrata yüksəldə bilərsiniz. Bu zaman necə olur? Bu zaman da olur ki, A üstü 4 üstə gələk hasillərinin ikimisi. Yenə 2 üstə gələk 1 bölək A üstü 4 bərabərdir 36-ya. Bu zaman nə alırıq? A üstü 4 üstə gələk 1 bölək A üstü 4 bərabərdir 34-ə. 34 də doğru cavab D variantı.